Yaponiya sərgisi və innovasiya, müasirlik, inkişaf, məhv olmuş İnnovasiya yox, innovasiya olmalıydı. 160-dan çox ölkə özünü təqdim edir ki, mən kiməm, nəyə nail olmuşam, nələrim var, nələri bacarıram, mən nələrdən, mənim ölkəm nələrə qadirdir, bizim ənənələrimiz nədir, tariximiz nədir, bugünümüz nədir, müasirliyimiz nədir. Rəsmi məlumatları təbii ki, hər biriniz eşitmişsiniz, görmüsünüz. Təəccübləndirən məqamlar, yəni Azərbaycanı Yaponiya nə ilə təəccübləndirdi? Ənənələrinə sadiqliyi ilə. Bilirsiniz ki, uzaq şərq olan bizim Yaponiyanın da ənənələrə, adətlərə, tarixə, dəyərlərə çox böyük önəm verilir. Çox böyük önəm verilir. Bu hissədəki cümlələrdə cümlə daxili rabitəsizlik var idi. Yəni, cümlənin əvvəlindəki sözlərlə sondakıların şəkilçisində uyğunsuzluq müşahidə olundu. Bundan əlavə, nitqindəki axıcılıq pozulmasın deyə, nitqindəki sinonimlərin həcmini biraz çoxaltmışdı. Bizim özümüzü də çox təəccübləndirirdi ki, o konsert zalında Yaponlar hamısı necə sevgi ilə gəlib oturmuşdular və izləyirdilər. Və Azərbaycan dəyərlərini görürdülər. Bu dəyərlər birləşdirir. Millətləri mənə elə gəlir ki, dəyərlər birləşdirir. Bəzən görürsən ki, insan elə insanla dost olur ki, bir taylı tapmasa günahı vayla keçər. İnsanları bir-birlərinə yaxınlaşdıran, bax, bu Yaponiya-Azərbaycan dostluq əlaqələrinin yaranmasında mənə görə, mənim hissiyatım budur ki, burada... Bu hissədə düz 3 dəfə şəxsin dili topuq çaldı. Yəni, sözləri yanlış tələffüz elədi. Buna bəzən dil sürüşməsi də deyirlər. Yəni, o atıntılardan, baxın, Expo 2025-in keçirildiyi atqıntı materiallarının üzərində inşa edilibdir. Tulantı materiallarının üzərində inşa edilibdir. Atıntı və atqıntı bu sözləri birinci dəfə də eşidirəm. Hesab edirəm, şəxs deyəcəyini unutdu, ona görə də təcili formada başqa bir dilə əl atdı, ona qədər də axırda həmin sözün əsl formasını xatırladı. Çox böyük bir maraq var idi. Və mən bir daha istəyirdim ki, insanlar nə qədər müasirləşirsə, nə qədər inkişaf edirsə, nə qədər dünya gəlişirsə, nə qədər müasirlik olursa, sən o təbiiliyin acılığını hiss edirsən. Təbii həyatın, o xalçaya toxunmaq istəyirsən, o xalçanı hiss eləmək istəyirsən. İnsan var ya, məsələn, bizim bugün... Gəlişmiş, insan var ya kimi ifadələr də bizim dilimizə məxsus deyil. Və belə təqdimatların içərisində, belə böyük inkişaf etmiş dövlətlərin arasında Azərbaycan bayrağının dalğalanması, Azərbaycanın təqdimatı, elə bu özü böyük bir uğurdur. Bizim orada olmağımız böyük bir uğurdur, böyük bir addır. Şükür bu günümüzə. Böyük, kömək, istəyirik, gələk və s. tipli bənzər sözlərin tələffüzündə K hərfi tələffüz olunmur. Onun əvəzinə ih və yaxud y səsləndirilir. Digər hal, xoşdur, gecdir, yaxşıdır, pisdir və s. kimi yazılır, ancaq tələffüzdə xoşdur, pisdir, gecdir və s. formada qısalır. Bəzi sözləri yanlış tələffüz edib, arabir də deyə parazit səs çıxarıb, yad sözlərə meyllənməyini çıxmaq şərtindən şəxsin nitqini əvvəlki nitq nümunələrimizdəkinə nəzərən qənaət bəxş hesab eləmək olar. Bu nitqdə müşahidə elədiyim müsbətlər. Məsələn, şəxs intonasiya ilə danışır. Sözləri tələffüz eləyərkən ağız aparatının funksiyasından tam istifadə eləyir. Bu da onun sözləri aydın tələffüz eləməsinə səbəb olur. Daha sonra nitqi əsasən axıcı və axarlıdır və hesab eləyirəm ki, söz ehtiyatı kifayət qədərdir.